Endoskopik müayinələri belə desək, narkozla eləyək, yoxsa narkozsuz eləyək. Kolsistoskopiya müayinəsində xəstələr daha çox incidir, öyümə refleksi. Kolonoskopiya müayinəsində isə o döngələrdən keçdikcə ağrı simptomu daha çox incidir. Tövsiyə olunan narkozla baxmaqdır. Narkoz dediyimiz damar daxili narkozdur, dərin bir sedasiyalı yuxudur. Bəzən xəstələr qorxur bundan, amma heç qorxmağa ehtiyac yoxdur. Yəni, olub keçən pasiyentlərimiz də görür ki, necə bir rahat bir, komfortlu bir şeydir. Niyə narkozda olmağa məsləhətdir? Üstünləri odur ki, birinci, həm xəstə üçün komfortlu olur. Xəstə narahatçılığı keçirmir. İkinci, həkim üçün komfortlu olur. Həkim istədiyi qədər, istədiyi nahiyələrə tam keyfiyyətli baxa bilir. Yəni, tələskənlik olmadan, narahatçılıq olmadan çox rahat şəkildə baxır. Digər bir üstünlüyü odur ki, müayinə sırasında gözlənilməyən hər hansı bir müdaxilələr ola bilər. Hər hansı polipin götürülməsi ola bilər, hər hansı biyopsiyanın alınması ola bilər. Nəsə bir qanaxma varsa, toki qanaxmanın saxlanılması ola bilər. Belə hallarda da vaxt uzanacaq, vaxt uzandıqca da xəstənin narahat olma ehtimalı artacaq. Yenə də ehtimal odur ki, tövsiyə olunan odur ki, narkozla baxmaq daha məsləhətlidir. Təbii ki, burada xəstələri ən çox narahat edən ödənişlə bağlı məsələdir. Çünki o da əlavə bir ödənişlə olan bir şeydir. Amma yenə hər tərəfli fikirləşəndə bu tərəfində, o tərəfində fikirləşsək, sedasiya ilə olunması daha məqsədə uyğundur.